Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Efirdə Sorğu Adamdır, sizinlə mənəm Tural Turan. Mövzumuz isə Hindistan-Pakistan məsələsidir. Bir neçə gündür ki, Hindistanla Pakistan arasında gərginlik artıb. Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib və gərginlikdən narahatlığını ifadə edib. Biz də şəhər sakinlərinə yaxınlaşıb soruşacağıq ki, Pakistanla Hindistan arasında döyüşlər şiddətlənərsə və müharibəyə çevrilərsə, Pakistanın yoxsa Hindistanın yanında olacaqlar? Kimi dəstəkləyəcəklər? Pakistan əlbəttə. Bir millət də. Pakistan. Pakistan. Söz yox ki, Pakistanı. Siz? Biz de ile Pakistan. Pakistan. Özümü. Pakistan'a. Pakistan əlbəttə. Bu bizim qardaş ölkədir o. Pakistan həmişə bizə kömək eləyib. Məncə Pakistan yəqin ki daha yaxşı olar. Əlbəttə ki, qardaş Pakistanı. Hindistan. Pakistan. Pakistan'a. Əlbəttə ki, Pakistan. Çünki qardaş ölkədir. Mən əlbəttə Pakistanı. Çünki qardaşımızdır. Ki, Pakistanı sağ dəstəkləyir. Pakistan özümüzünkilər də Pakistan. Dəqiqə fikirləşim. Pakistan. Конечно, Pakistan. Pakistan Mən də Pakistanlılarım. Heç bilmirəm. Pakistanı. Səbəb? Müsəlman ölkəsidir. Onlar bizim qardaşlarımızdır. Mən müsəlmanam, ona görə də. Of course Pakistan, my country. Pakistan. heç biri. Məlumatım yoxdur qardaş, yalançılım. Əlbəttə ki, Pakistan. Bizə kim kömək eləyibsə onu. Kim kömək eləyir? Yəqin ki, Pakistan eləyər. Pakistan. Pakistan. Pakistanı. Pakistan. Yəqin ki, Pakistanı. Pakistan belə biraz sakit xalqa oxşayır. Bizə də çox köməyi dəyib deyəsən, səhv etmirəmsə. Pakistan dəstəkləyirəm. Qardaş ölkə olaraq Pakistan dəstəkləyir. Pakistanı. Sağ olun. Pakistan. Pakistan əlbəttə. Səbəb? Səbəb ona görə ki, həm Qarabağ məsələsində köməyimiz oldu və tarixən olan əlaqələrimiz, amma Hindistanın axırıncı atdığı addımlar ermənilərə verdiyi dəstək onun bizə qarşı ikili oyun göstərdiyini sübutudur. Ona görə də ən yaxın özümüzə tarixən olan yaxın dostumuz, qardaşımız Pakistandır. Vallahi mən şimdi başım kəndiməm. Nerede Müslüman ayağın olaydı, öyle de. Pakistan yoxsa Hindistan? Pakistan Müslümandır da. Hər halda Pakistanın yanında olur. Təbii ki də Pakistan həm qardaş ölkədir, həm də Pakistanla bizim tarixi bağlarımız çoxdur. Müsəlman xalqı hansılığını dəstəkləyir. Yəqin ki, Pakistanı dəstəkləyəcək. Pakistan. Pakistan. Bilmirəm ki, heç. Pakistan yoxsa Hindistan? Pakistan. Pakistanı. Mən Pakistan tərəfində olacağam. Pakistan. Əlbəttə, əlbəttə. Hindistan. Əlbəttə ki, Pakistan. Heç birisini. Pakistan yəqin. Pakistan. Müsəlman ölkə olaraq Pakistan. Pakistan'a. Niyə? Çünki Pakistan Azərbaycanı tanıyan 3 ölkədən biri olub və ilk tanıyanlardan biri olub. Ona görə Pakistanı dəstəkləyərəm. Çünki bizim qardaş ölkədir və bizə yaxındır. Hətta bizim hərbi təlimlərimiz də olub bir yerdə. Əsasən Türkiyənin Pakistana yardımlarını daha çox dəstəkləyirəm. Pakistan. Hindistan. Pakistan. Pakistan. Pakistan dəstəkləyirəm. Əlbəttə ki, Pakistanı. Pakistanı. Ümumiyyətlə savaşa son yaşasın, sülh